Azərbaycan Qadınları Respublika Cəmiyyətinin İctimai Birliyinin sədri Bahar Qasımova, cəmiyyətin sədr müavinləri Vəfa Abbasova və Anara Məmmədova Lənkəran qadınları ilə görüş keçiriblər. Görüşə Lənkəranın təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan qadınları dəvət olunmuşdu. Tədbir Rayev Qadın Ailə Mərkəzində baş tutub. Birliyin sədri Bahar Qasımova təşkilatın tarixindən və fəaliyyətindən danışıb. Bizim təşkilat 105 illik tarixi var. 75 mindən çox üzvü var. Regionların hər birində nümayəndəliyimiz var. Burada qadınlarımız həm fəaldırlar, həm işləmək istəyirlər, həm ictimaiyyətçidirlər, xeyriyyətçidirlər. Ən əsası odur. Çünki ən çox xeyirxah xeyriyyə işləri elə Lənkərandan eşidilir. Birliyin sədri Azərbaycan qadınının cəmiyyət həyatındakı rolundan söz açdı. Bildirdi ki, Azərbaycan qadını ictimai-siyasi proseslərdə həmişə fəal olub və öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. Azərbaycan qadınının sədaqəti, mərdiliyi, ana məhəbbətinin ülviliyi görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunub. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişib. Görüşün əsas məqsədi qadınların ictimai-siyasi fəallığını artırmaq və onların problemlərini dinləməkdir. Milli-mənəvi dəyərlərin qorunması, erkən nigahların qarşısının alınması və məişət zorakılığı, ən əsası isə gənclər arasında sürətlə yayılan narkomaniya ilə mübarizə mövzularında müzakirələr aparılıb. Bugün hal-hazırda biz Cənub bölgəsində Lənkəran rayonundayıq və bugün burada Lənkəranın çox dəyərli ziyalı xanımlarla bir aradayıq və bugün bu xanımlar da bizim cəmiyyətə bugün ictimai birliyə üzvü yazılmaq üçün buradadılar. Lənkəran xanımları ilə birgə gələcəkdə addımlar atmağa hazırıq və onlar da bugün sevə-sevə regionda gedən erkən nikahlardır, narkomaniya qarşı mübarizədir, insan alverdi və digər məsələlərdə bizə dəstək olmaq üçün bugün bir birlik yaratdıq və düşünürəm ki, bugünlərim Azərbaycan qadınları bilirsiniz ki, ölkənin birinci vitse-prezidentinin özünə örnək tutaraq və bugün dövlətə və dövlətçimizə xidmət edən bir təşkilatıq. Lənkəran xanımları üçün çox əlamətdar günlərdən biridir. Azərbaycan Qadınları Cəmiyyətinin sədri Bahar xanım, onun köməkçiləri, müavinləri, Vəfa xanım, Anara xanım bizim qonağımızdılar. Bugün biz Lənkəran xanımları ilə, ziyalı xanımları ilə, ictimai işlərdə çalışan xanımlarla bir tədbir keçirmişik. Biz də çalışırıq ki, həmin cəmiyyətə biz kollektiv şəkildə üzv olaq və həm dövlətimizə, dövlətçiliyimizə, millətimizə, xanımlarımıza xeyirli, uğurlu layihələr həyata keçirilməsində faal iştirak edək. Aparılan söhbət və müzakirələrdən sonra tədbirdə iştirak edən qadınlar ictimai birliyə üzv yazıldılar. Könül Həsənova, Elviz Nəsirli, Lənkəran.